Salam, hər vaxtınız xeyir, kanalıma xoş gəlmisiniz. Bu gün istəyirəm ümumi olaraq sizlə bazar haqqında danışaq. Bazarda vəziyyət necədir, gələcək gözləntilərimiz nələrdir? Bunlar haqqında danışmaq istəyirəm. İlk olaraq istəyirəm ki, S&P 500 qrafikindən başlayaq. Baxaq 500, ən böyük 500 şirkətin ABŞ-da vəziyyəti necədir? Keçən dəfə tariflərlə bağlı gələn düzəltmədən sonra nisbətən yüksəliş baş verdi və hal-hazırda buralarda düz hərəkət etməyə davam edir 4 saatlıq qrafikdə. Hətta bunu günlüyə alaq. Keçən səfərki sərt düzəltmənin arxasında biraz toparlanma görürük burada. Bizim hal-hazırda baxa biləcəyimiz S&P 500-də alış eləyə biləcəyimiz əsas dəstək səviyyələri ilk olaraq gördüyümüz 6350 səviyyəsi, daha sonra 6350 səviyyəsindən də əgər düzəltmə gələrsə, keçmiş all-time high səviyyələri 6150 və 6201 səviyyələrini gözləməyimiz daha uyğun olacaq alış əməliyyatları üçün və istəyirəm Nasdaq qrafikinə də baxaq. Nasdaq 100 indeksində hal-hazırda eyni şəkildə onda da düzəltmə baş vermişdi və düzəltmənin sonrasında yenə eyni görüntü görürük. Biz toparlanma var və Nasdaqda harda alış əməliyyatı həyata keçirə bilərik. 22955 bölgəsi yaxşı dəstək səviyyəsi olaraq görsənir. Bir də 22224 səviyyələri bizim üçün yaxşı dəstək rollarında görsənir. Əgər bu hissələrə qədər düzəltmə baş verərsə, biz artıq alış əməliyyatları həyata keçirə bilərik. Eyni zamanda burada istəyirəm RSI səviyyəsinə baxaq. RSI səviyyədə düzəltmə görürük biz hal-hazırda və RSI-də sərt düşüş var. Əgər RSI 30 bölgələrinə gələrsə ki, təqribi bu bölgələrə gəlsə 22955 səviyyələrinə gələcək. Artıq texnologiya hissələrində alışlar həyata keçirmək yaxşı ola bilər. Bitcoin qrafikinə baxaq. Bitcoin qrafikində hal-hazırda biz nə görürük? Bitcoin 113.000 səviyyəsindədir. Bizim burada olan günlük dəstək səviyyəmizin üzərindədir. Hal-hazırda bizim keçməsini gözlədiyimiz bölgələr 117.000, 120.000 aralığının əgər keçə bilərsə, yeni all-time high səviyyələrinə gələcək artıq Bitcoin və buradan artıq yüksəliş gözləyə bilərik. Bir də mənim burada diqqətim əsas çəkən məqamlardan biri Bitcoin dominansıdır. Ona da diqqət yetirək. Demək ki, Bitcoin yerində qalsa da demək olar elə böyük bir yüksəliş eləməsə də Bitcoin dominansı kəskin düşüşlər var və bu düşüşlər də əgər burada biz görürük bir trend əmələ gəlib yüksələn trend. Əgər bu trenddə qırılma baş verərsə 58, 70, 58, 80 səviyyələrində günlük qapanış gələrsə, artıq burada altcoinlərin yüksəlməyi üçün, Bitcoin dominansının düşməyi üçün yaxşı fürsət ola bilər. 57 səviyyələri ilk dəstək bölgəmizdir. Əgər həmin səviyyələr də qırılarsa, gözləyə biləcəyimiz bölgələr 54 səviyyəsi və 55 səviyyəsi. Bunlar bizim üçün yaxşı dəstək bölgələri olaraq gözlənilə bilər. Belə ümumi qrafikə baxsaq, əgər burada biz ümumi olaraq düşüşü, hal-hazırda bu düşüşün düzəltməsini və düzəltmədən sonra yeni bir düşüş gözləməyimiz məqsədə uyğun olar. Amma dediyim kimi, hal-hazırda tarif mövzuları var. Bu tarif mövzuları və Trump'ın hərəkətləri ümumi olaraq həm S&P 500-ə, həm də Bitcoin-ə, altcoinlərə təsir edəcək. Baxmaq istədiyim digər nüanslardan biri USDT dominansdır. Ümumi olaraq USDT dominans qrafikinə nəzər yetirək. Demək USDT dominans qrafikində nə görürük? USDT dominans qrafikində 5.70 səviyyələrinə bir iynə atılıb. Burada istəyirəm dəstək direnç bölgələrini seçək. Dəstək direnç bölgələrimizdən əsas 488 bölgələri bizim üçün dəstək da indi direnç rolunu oynayacaq. Burada bir horizontal xətt çəkək. Daha sonra dəstək bölgəmiz olaraq 3.78 bölgələri dəstək bölgəsi olaraq götürüləcək günlük qrafikdə. Və hal-hazırda biz grafikə baxsaq, minor dəstəkləri çəkmirəm. Hal-hazırda deyirəm majorlarla işləyək, daha uzun müddət üçün baxmaq istəyirəm qrafikə. Baxın, burada 5.48 səviyyələrinə o iynə idi, o təmizləmə idi, onu nəzərə almayaq. Demək ki, burada artıq düşən trendə başlayıb, yəni dəstəkdən rədd yeyib deyək. Dəstəkdən rədd yedikdən sonra artıq bizim ilk hədəfimiz 380 bölgələri olacaq USDT dominansda və əgər 380 bölgələrinə qədər bir gəliş baş verərsə, bu altcoinlərdə böyük yüksəliş deməkdir. Belə bir ssenariyoya da baş verə bilər. Bunu da göstərmək istəyirəm sizə. Gələr, burada biraz oyalanar, buradan atar, bir qapanış edir, artıq yüksəliş başlayar. Burada artıq biz vəziyyətin pisləşdiyini, artıq altcoin sezonuna inancımızın azaldığını görə bilərik ki, artıq yüksəliş baş versə altcoinlər artıq çöküş səviyyələrinə gələcək və burada hansı hissələri biz gözləyə bilərik? Baxın, bu hissələr 6.40 səviyyələri. 6.40 səviyyələri bizim üçün direnç rolunu oynayacaq. Artıq altcoinlərə yenidən buradan giriş eləyə biləcəyimiz bölgələrdir.
Bizim hal-hazırda gözlədiyimiz isə burada bir qapanış gəlməməyi, hətta bunu biraz daha belə eləsək daha doğru olacaq. Eynən bu qrafikin daha doğrusu belə olacaq. Bizim hal-hazırda gözlədiyimiz buradan daha aşağı bölgələrə düşüşdür. Və istəyirəm Ethereum qrafikinə də burada nəzər yetirək. Ethereum-da vəziyyət necədir? Demək burada Ethereum 4 saatlığına baxaq. Ethereum-da premium üzvlərə atmışdım qrafikini. Burada dəstək səviyyəsində bizim burada trendimiz var. Hətta bu trendi ümumi olaraq sizə göstərim. Baxın bu trenddə dəstək tapıb özünə, artıq yüksəlməyə başlayıb buradan. Buradan gətirdiyi yüksəlişlə özünü dəstəyin içinə ata bilib, hansı dəstək 4098 əsas dəstək səviyyələrimizdən biridir və burada 4200 bölgəsində bizim kiçik minor bir dəstəyimiz var. Burada baxa bilərsiniz, günlük qrafikdə görsən. Əgər bu dəstəyin üstünə ata bilsə, artıq 4800 səviyyələrini biz gözləyə bilərik. Bir də burada kiçik bir dəstək bölgəmiz var. Bu 4 saatlıq qrafikdə onu da göstərmək istəyirəm sizə. Yəni bu hissə. Əgər gələrsə bizim kiçik minor dəstəyimiz 4496-4500 səviyyələrində bizim yeni bir direnç səviyyəmiz var. Bir də baxmaq istədiyim bir neçə hissə var, onları istəyirəm baxaq. MicroStrategy'yə baxmaq istəyirəm biz, üzvlərimiz istəmişdi. MicroStrategy'də 359 səviyyələri və 320 səviyyələri direnç bölgəmiz olaraq göstərir. Artıq onlar qırılıb və burada MicroStrategy'də düşən trend var və bu düşən trendin hal-hazırda içindədir MicroStrategy. Ona görə artıq bizim alış eləmək istəyəcəyimiz bölgə 270 səviyyəsi ola bilər. Əlbəttə ki, Bitcoin qalxmağa davam edirsə, Bitcoin yenə ATH-lar edəcək, MicroStrategy-də qalxacaq hissələr siyahısındadır. Hətta Bitcoin 1 qalxsa, MicroStrategy 2 qalxacaq hissələrdən biridir. Amma yenə də düşən trenddədir və mən düşən trendin artıq qırıldıqdan sonra giriş etməyə məsləhət görürəm. Məsələn, necə bir hərəkət gözləyə bilərik burada? Demək, burada biraz oyalanar və ya düşər bura, buradan bir dənə qırılım verər, bunun üstünə atıb geri dönüşündə biz artıq MicroStrategy-də long asıb yeni bir səviyyələr gözləyə bilərik ki, əgər belə bir hal baş verərsə, artıq Bitcoin-də yüksəliş sezonunda olacaq. Yəni Bitcoin ilə birbaşa əlaqəli olan hissələrdir. Əlində olanlar nə etməyi məsləhət görürəm? Əlində olanlar hal-hazırda saxlaya bilər. Çünki bizim hələ də ümidlərimiz tam itməyib Bitcoin-ə qarşı. Əgər Bitcoin-in yüksəliş sezonunda, yenə eyni sözlər təkrar edirəm, yüksəliş sezonu baş verirsə, MicroStrategy-də yüksələcək. Və baxmaq istədiyim hissələrdən biri də AMD hissəsidir. AMD-yə də baxaq. Deyirəm mikroçip hissəsində sərt düşüşlər olmasına baxmayaraq AMD yüksələn hissələr siyahısındadır. Hətta mənim siyahımda olan tək yüksələn hissədir. AMD-də hələ də yüksək potensial görürəm. Düzdür, mən 223-226 bölgələrində AMD-də satış eləmişdim. Əlimdə olan bütün hissələri satmışdım. Bunun da səbəbi portfolyomun 70% AMD-dən ibarət idi və mən biraz digər hissələrə də vəsait ayırmaq istədim. Bu səbəblə AMD-də satış eləmişdim. Əgər AMD gələrsə 187-200 səviyyələri bu aralıqda AMD toplayacağam və düşüşlərdə əgər düşüş davam edərsə bizim burada əsas trendimiz var. Bu trendi də göstərim sizə. Eynən bu trend. Əgər bu trendə qədər düşüş baş verərsə, böyük bir düzəltmə gələrsə, bu səviyyələr AMD üçün ideal giriş səviyyələrdir. Bizim AMD-də hal-hazırda əlində AMD tutanlar üçün hədəfimiz 260-280 səviyyələri AMD üçün potensial zirvə səviyyələri olaraq görsənir. Və bir də Nvidia-ya baxmaq istəyirəm. Nvidia soruşanlar da olmuşdu. Demək ki, Nvidia burada bir dirənci var idi. Dirənci qırdı, üstünə atmağı bacardı. Lakin hal-hazırda diрэncin altına yenidən düşüb və Nvidia-da giriş etmək istəyənlər üçün əsas səviyyələrdən biri burada bir trend var. Bu trend 170 səviyyələrini göstərir. Baxın, hansı trenddir bu? Bu trendi, zirvələrin trendi və 170 səviyyələrinə gələrsə, ilk giriş eləmək istəyənlər 170 səviyyələrindən, daha sonra əgər düşüş davam edərsə, 150 bölgələrində əsas giriş səviyyələri olaraq görsənir. Bu günlük bunlar haqqında danışmaq istədiyim, izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah növbəti videolarda görüşənə qədər.